Salam dəyərli şagirdlər. Bugünkü OTQ sınavının qrammatika suallarını izah edəcəm. Yəni kitabçanı təzə əldə eləmişəm. İnşallah vaxt elə bilsəm mətnlərin də suallarını ayrıca, yəni izah edəcəm. İndi isə bu şagirdin, yəni işlədiyi vərəqdir. Buradan sualları izah edeyim. Deməli, birinci sualda vasitəsiz nitq sxeminə uyğun olar deyir. Burada diqqət eləsək, müəllifin sözü Samir, bəli gələcəyəm. Vasitəsiz nitq, dedi müəllifin sözü, biraz gecikə bilərəm. Yəni burada şagirdimiz düz yazıb, D variantı. İkincidə çürük sözündə K ix səsini verəcək, xışrix. Dördüncüdə dənli, dənli, yəni sonuncu samit dəyişir. Xərac sözündə də C, 2, 4, 6, A variantı. Üçüncü sualda söz birləşməsinin əsas aslı tərəf ola bilər. Vətən, gözəl vətəndə əsas tərəf, vətən sevgisi asılı. Hər hansı bir mövzunu təşkil etmək, bu əsas tərəf olacaq, amma təşkil etmək həvəsi desəm, yəni təşkil etmək həvəsi, orada isə aslı tərəf. Eyni qayda yaza bilmək, tapşırığı yaza bilmək, bir də yaza bilmək qorxusu. Məsələn, belə bir şey desək, 1, 2, 3, B variantı. Dördüncüdə A variantı olacaq, sanki modal sözündən sonra vergül olunur. 5-də ar deyil, nə məğlubiyyət. Mübtəda varsa bu artıq ümumi şəxsi deyil. Və mübariz adam üçün, hansı adam üçün təyinlə başladığına görə 3 də səhv olacaq. 2, 3. Burada Y variantı. 6-cı sualda həmcis üzvü olmayanlar, həmcis üzvlər olmayan hansı cümlədə tabesi əlaqəsi var? Biz bilirik ki, ya bu həmcis üzvü arasında olmalıdır, ya da tabesi mürəkkəb cümlə arasında. A variantında isə bağlayıcı bizə işarə verir ki, bu artıq tabesi mürəkkəb cümlədir. Çünki hər birində mübtəda xəbər də var. A variantı doğru yazılıb. 7-ci sualda kör təbii, icraat, bir də əmtə. Bunlarda son sait uzun tələffüz olunur. Çünki qoşala eyni cinsi saitlərdən biri düşür, biri uzanır. 8-ci suala diqqət eləyək. Yalnız əsas nitqlərindən ibarət. Burada da şagirdimiz doğru yazıb. A variantıdır. Çünki uçmaq, bacarmayan, bunlar feildir. Uçurum, kənar, yuva, qurmasınlar. Bunlar ayrı-ayrılıqda hər biri əsas nitq hissəsidir. 9-da avtobusdakılar, dakidəki sifət düzəldir. Lar isə qrammatik şəkilçidir. Sifət ismi sualına cavab verir. 10-cu sualda isə gözəl, gözəlləş, gözəlləşdir. Bu leksikdir. 2 dənə yoldaş, yol, yoldaş, yoldaşlıq. Burada 2 dənə leksik var. 1, 4. Bu da düz yazılıb. Belə, sürətli bir şəkildə qrammatika suallarını izah etdik. İnşallah bir dənə mətn kitabçalarını da suallarını əldə edə bilsəm, onu da bu gün ərzində çalışacağam ki, paylaşım. Təşəkkür edirəm diqqətinizə görə.